Yine sizi hoş gördük. Benim bu Cahandar kardeşimi Allah saklasın ve bizi sizinle görüştürsün. Deyir, həyatda hər kəsin öz qisməti var. Hər baş layiqdirmi taca dünyada? Alçalıq, nadanlıq bir sənət deyil, gələ ucalasan uca dünyada. O dünyada ucalanları elə Allah ucaldır, ona görə qəlbinə görə ucaldır. Qoy qəlbimiz həmişə gözəl olsun, çiçəkli olsun. Cahandar qardaşım, sizi də öpürəm. Xalq da sizdən çox razıdır. Yəni ki, keçmişi, ağsaqqalları, şifahi xalq ədəbiyyatını unutmaq olmaz. Biz bu səfər istəyirik ritm haqqında bir balaca söhbət eləyək. Ritm sənətin riyaziyatıdır da. O hesablayır, o bölür. Hər hansı bir musiqiçidə ritm olmasa, o musiqiçi yaxşı musiqiçi ola bilməz. Hacı Baba Hüseynov niyə yaxşı xanəndə idi, yaxşı nağara çalan idi. Alim Qasımov niyə yaxşı xanəndədir, ona görə ki, yaxşı ritm bilir. Qabal da bilir, qoşa nağara da bilir. 1947-ci ildə martın 5-də Şamaxı rayonunun Məlhəm kəndində anadan olmuşam. Keçmiş sənətkarları da xatırladım. Yaxşı qabal çalanlar olub o vaxtı. Murad dayı Sənəmoğlu deyirdilər. Qabal çalırdı. Bacısı Soltan qəşəng qabal çalırdı. Özündən də güclü. Anası qarmon çalan idi. Sonra Şamaxıda qabalı belə götürəndə xanəndələr, kim xanəndəliyi başıb xanəndəsi olursa, onlar hamısı azdan çoxdan o aşıqsın qabal çalıb. Özü üçün qabal çalıb. Yəni, bizdə də qabal çalan Ağapaşa da var, ha, onu da unutmaq olmaz. Ağsuda yaxşı qabal çalanlar var idi, 2-3 nəfər. Əzizxan kişi yaxşı qabal çalan idi, qoşa nağara çalan idi. Oğlu da nağara, qoşa nağara çalır, qəşəydi. Kürdəmirdə yaxşı qoşa nağara çalan olub, qabal çalan olub, Vaqif adında oğlan idi. Bu atası dəmkeşidir, Xanlar kişinin oğlu. Sonra bizim kətçi vardı Fikrət. Kürdəmirdə yaşayırdı, oradan evlənib orada qalırdı. Şakirlə qabal çalın gedirdi. Fikrət, Nəbi dayı, Koroğlu, Əl-Heybət. Bunlar hamısı qabal çalanlar idi, özü də Birend, Əjdaha. Koroğlu yaxşı həmin meyxanası idi. Yaxşı qabal çalan idi, yaxşı aşıq xanəndəsi idi. Nəbi dayı qabal çalan Aşıq Şakirin qohumu idi. Orada məktəb direktoru idi, İncədə. Amma qabal o qədər daha bilir ki, sənətə gedirdi. Əl-Heybət, qabal çalan, gözəl qabal çalan. Qabal vacib məsələdir, ritm vacib məsələdir. Onda ansambla, aşıq ansambladır, nağara sonradan gəlib, əvvəllər yəni qaballa qoşa nağara gedib? Əl nağarası gəldi 70-ci illərdən sonra. Əslində, 70-ci illərə qədər qabal qoşa nağarı idi. Sonra çubuq nağarası ondan rəli idi. Rəhmətli Adil dayı da çubuq nağarası çalırdı. Həmən Tapdıq baba çubuq nağarası çalırdı. Süleyman dayı çubuq nağarası çalırdı. Çubuq nağarasını qoyardı, aşıq oxuyanda xanəndə qabal çalardı, o da qoşa nağara çalardı. Bax, o sakitliklə, o gözəlliklə o məclis yola verilərdi. Amma da indi bir də ki, gəldi aşağıları müşahidə eləmək lazımdır. O necə müşahidə? Divijeniz adı, rəqslər. Necə başlamaq, necə qutarmaq, hardadır, hardadır. Bu belə ləzzət eləyirdi. Harada kəsərsən, harada qutarırsan, bunu xalq bilməməlidir. Sonra bizdə Şakir idi, qardaşı Sakit idi, burada Mirpaşa idi, Bəşərəddin idi. Sonra Şah Əzim idi. Sonra onun böyük qardaşı da qoşa nağara çalırdı.
Bəşarəddinin. Belə-belə də keçmiş o kətlərdən tək-tək gəlirdi. Qoşa nağara salan, hamısı cəmlənirdi Şamaxıda. Yayda sezona zada gedirdilər, belə götürə. Onda maşallah olsun, kütləvi şəkildə fəaliyyət göstərirlər. Hər aşığında öz dəstəsi olardı. Şirməmməd dayı qoşa nağara salan olub, rəhmətli. O, Şirməmməd dayı sırf qoşa nağara salan gedib. Aşıq Məmməd ağa ilə gedirdi. Bir xahiş edim səndən, indi inşallah o çubuq nağarasında göstərərsən, qoşa nağarada zəhmət olmasa. Başısı. Qayışlar olmasa burada dayanmır, barmaqda dayanmır. Qayışı da geniş eləyirsən ki, barmaqlar burada oynasın. Termo yerində sıxmaq, bu daha elə. Belə götürək. Məsələ, hamı qabal çalırdı və məsələ, əlverdi vardı əl bayramdan, həm qoşanları salırdı, həm qabal çalırdı. Şamax aşıqları onları apardılar müasir vaxtlarda, burada yox idi. Nağara çalanlar Yuxulu idi, Emaddin idi, Qəzənfər idi. Bunlar çox gəlib burada, sırf bunlarla məclislərdə olub, toylarda olub. Onların hamısının dünyasını bilirəm ki, kimin canında nə var. Bax, Emaddin aşığı toyxanada uçurdurdu göyün 7-ci qatında. Və ilə nağara salırdı. Amma Yuxulu elə nağara salırdı ki, elə bir ki, dünyanın ən birend qaval salanları bu qabala, əl qabalı. Elə bir ki, o qavalı salır. Çox yağbal kimi bir sənət verirdi. Qəzənfər isə stabilni bir sənətkar idi. Elə bir şey, saat istirelkası, irəli geri yox, düzgün ritim musiqi. Yaxşı nağara salan idi. Qəzənfər bilirsən kimdə? Nasbəri xanımın əmisi oğlu. Yadınıza gəlmədi. Atası Nasbərinin aşığı gəlir, gedirdi burada. Əhməd Ali dayı. Yəni bizdə də çox oturmuşuq. Həyətdə bizim qozağımızın altında samavar çayımız. O vaxtda mən uşaq idim. Ancaq bir yerdə sənətə gedirdi. Demək istəyirəm ki, bu göstərdi. Belə çalırdılar. Amma bir balaca buna kəlli çaldım. Gördün, həm özümə kömək elədim, həm oynayanları oynatdım, həm musiqini gözəlləşdirdim. Yekbə Koroğlu'da necə istifadə olunur? Bu yekbədir. İndi gəlir orada ər muğam eləsə, keçirsən ye. Koroğlu'nun arasında nə tər istifadə olunurdu? Koroğlu'nun arası da. Koroğlu'nun arasının ritmidir. Bir də. Belə də çalırlar. Belə də çalırlar. Hansından biraz bundan, biraz ondan qatarsan gözündən, beyin dolmamağa görə, ləzzət eləməyə görə. Biraz belə, biraz elə. Amma əslində Peşrolalarda çubuq nağarasından istifadə olunur. eləsə olub ki, bunu çox yaxşı çalıb qoşa nağaraya baxanda bunlardan da istifadə ediblər. Qabaq ilk dəfə qoşa ritim başlayanda, qoşa ritim yox idi. Qoşa ritim başlayanda nağaranın yanında bir qoşa nağara da oldu. Bir balaca qoşa nağara səsi mənim yanımda olsa, bir gör ahəng nətər dəyişilir. Gözəl olur. Yəni ki, biraz da o sənət hesab elə ki, həm təkmilləşdi, həm gözəlləşdi, həm xalq qeyri-adi bir səs eşitdi.
İndi o Peşro alındırmaq olursa göstərə bilərsən bizə? Nəyi? Peşronu göstərə bilərsən elə. bunda ya ama Peşrot da Peşrot'u. Gəlincəkdə də gedəndə ifa eləyirdilər. Onu O tanısa göstərərdim. o gəlin atlandı deyirlər də. O əslində elə Hicazda. Əməkçi ritimlərdir. Var olsun, əlin qolun var olsun. Demək Qoşan Ağara ilk dəfə köşə ilə olub. Köşə də bilirsiniz nə deməkdir? Camış dərisindən bax kəndir kimi belə çəkirdilər. 5 metrə 50 santim uzunluğunda. Elə gönü elə ölçürdülər ki, özdə bel tirindən qabırğanın üstündən, qarın altıdan olmaz, dartınır. O ki, o dartınmasın. Çəkdilər, haradasa bax, 1 santimetr ölçü, bax, belə ip çəkirlər. Qoyurlar istanır, dartışdırırsan, tam dartınır. Dəvə gönü kəsirsən, bir balaca böyük göz, balaca göz, qoydun istandı. Suyunu sıxırsan, qoyursan suyu çəkiləndən sonra onu götürürsən, görürsən ki, bəli, ət kimidir, tarmalanıb. Gönü də islatmaq qaydası vardı, çəkilirdi. Gönü də belə iplərin yeri var idi. 1, 2, 3, 4, 5, 5, 5, 5, 5, 5. 25 dənə burada, burada deyək ki, onun üçün ip yeri kəsirdin. İpin yerin kəsəndə, həmən köşənin yerin kəsəndə, fikir versən, gönü belə kəsmək olmaz, gönü belə kəsmək lazım idi. Niyə görə? Belə kəsəndə süzülmür. Düz kəsəndə süzülür. Bunu çəkirdin. 2 dəfə, 3 dəfə qalırdı, özün verirdi, bıraxırdı. Yenə götürüb çəkirdin o qədər ki, onu istədiyin kimi çəkirdin. Sonra başlaydın onun bu belin toxumağa. Ona belin belə bəzəkli toxuyurdu o qəşəng. Figural görsən. Hazır oldu, çəkdik, qaldı quruyur. Necə quruyur? Köşə quruyur, bunun üzünə yaş dəsmal qoyursa. O köşə quruduqca biraz da çəkir. Köşə quruduqca biraz da çəkir. O çəkir, köşə qurudu, onu da götürsən qurudu. Niyə onu elə zil çəkirsən? Ona görə ki, gün mütləq özün verməlidir. Ona görə manqal kömürün böyründə olmalıdır. Manqal kömürdə qızdırıb, onu istədiyin səsi onda alırsan. Qoşan Ağaranın çubuqları haqqında. Bax, mənim ölçüm idi. Düz 26-27 santimetr uzunluğunda çubuq olmalıdır. Düz 5 santim, 6 santim bu uzundur. Hə? Bunun səbəb nədir? Sual verə bilərsiniz? Verə bilərsiniz. Səbəb odur ki, bu Qoşan Ağara, bax, indi görsən, tirmanı çətin verir. Çətin verir. Bir də nəsə şıdırığı mahnılar olur, böyük nəsə burada manevralar gedir də, çubuqlar ilişir, çubuqlar ilişir, işte bu boyda.
Bir var ki, bu işlənməlidir da, bu getməlidir. Bu getməyəndə dolaşır barmaq, çubuq bir-birinə. Bu işləmir axı. Baba işləmir, bu işləməlidir. Hesab ki, dəryasının ot biçmirsən ki, bu qol qənətinə yox. Burada işlər var da. Bütün o işləri bu görür, ona da görə də neysə, şikəstə dedi. Hə? Şirvan şikəstəsi. İstər. Görsən burada nə deyir? İki əlinlə də gedirsə, arada musiqilər gedir. Bu niyə gedir? Bunları bölürsən, xırda-xırda mahnılar gedən. Niyə? Kos-kosanı götürür. Çubuq əl vermir, çubuq bayaq dediyim kimi. O işləri çubuq görür. Şikəstədən belə qulaq qoşanların tarixi səsləridir. Görsən nə qədər dolaşdı. Cəngidə də fikir verirsə, görürsən burada çalınır. Bir dənə espra dəyəndə, görə o hansı tarixdən sənə səs verir, fikir ver, nə qədər ləzzət eləyir. Cəngi belə çalınır, o rus cəngi. Amma bunları mən dediyim elə gör orada nə cəngi, nə musiqi, nə ürəklər gəlir ora. Ona görə də bunlar hamısı düz olmalıdır. Kərəm başlayır. Bunu eləməlidir, mütləq, amma indi yoxdur. Əsla yoxdur, fikir ver, nə qədər qulaq asarsan yoxdur. Yenə sözdə daxil. Var çox hadda gördün, hara getdi. Hər şey bir yerdə olanda daha gözəllik yaratmaq olur. Onda bilərsən ki, müşahiət nədən ötür. Qopstamı.
Yenə qurtardı, yenə həmən ki ayaq belə. Peşro. Neysə də bunun fortepianosu getdi. Bura qədər. Qoy. O söz dedi orada, sözünü tamamladın. Aşağılar başladı. Döndü Gülistana, Azərbaycanın, özdə hamısının tarixini belə götürək. So, qurtardı. Onun sözünü eşidirlər. So, qoy desinlər nə deyir. Bir yerdə aşağı göstərir axı. Bu ilə oynayır, bu ilə kəsir. Bəli, sazda oynayır, gözəl əlində, aşıq, ritim. Bu ilə kim oynayırdı? Bizdə məsələ Şərbət yaxşı bilirdi o ritimləri, Hacıqalı yaxşı əjdaha bilirdi, Aşıq Yanvar əjdaha bilirdi. Bu ritimlər hər aşığın xörəyi döydü. Amma məsələ o bir aşıqlar oxuyurdu. Onlar da oxumağında ritimlərində böyük bir gözəlliyi var. Tək o deyir ki, bunlar burada klas göstərir. Yox. Onların da gözəlliyində. Niyə görə? Onlar arxada oynayır, arxaya gəldikcə oynayır. Sonra irəli, arxaya gələndən sonra 2 dəfə aşırtma oynayır, irəli gedir yenə. Yenə xalqa yaxınlaşdı, yenə dedi. Yenə dedi sözüm. Bunun da gözəlliyi başqadır. Elə o deməkdir ki, İki dəfə də bunu belə aşırtma tullanır, düşür, eslər vururlar. İndi təsəvvürə gətir ki, 60 ildir mən bunu görmürəm, əlim qolumda işləmir, amma fikirlərim yerindədir da. Cavanlarımız sənəti öyrənsin, biz də fəxr eləyək. Öpürəm, salamat qalın, can sağlayın.